Kim gözlüsən ha burada? Avtobus. Ne avtobusu ha? Bir nəfəri gözləyirəm. Da mən kimi gözləyirəm ha? Dədə, yəqin sən də bir nəfəri gözləyirsən. Ne deyirəm şərəfsiz? Ha küçük. Deməli sən öz arvadını qoluysan ha? Dədə. Ya zəhrimar dədə sən bir də ağzını açsan, salıram təpiyimin altına sən bu küçənin ortasında. Çıxabama! Tez elə! Tez elə! Oturalı elədiyinə peşman edəcəm. Güya bilmirdi ki, mərcdə tutub banını fırlatmalıdır. İndi gəlib üstümə qoçuluq edir. Hayda. Mercevaneye göre giriblər. Bu ses... Pərviz. Ne oldu? Danışabildin? İnci. İnci. Ne oldu? Pes oldu? Yaxşısan mı? Yaxşıyam. Yoxsa sevimli müəllimin görüşünə getmədik və görə sənə ki yazıb. Yaxşı, narahat olma. İndi bir şey fikirləşərəm, çıxardaram səni evdən. Düz sevimli müəllimin yanına. Gəl amca. Zeynal əmi, icazə verirsiniz biz gedək. Hara gedirsiniz? İndi yemək gətirirəm. Yaxşı da mama, bu vaxt yemək yeyərlər. Həm uşaqlar bizi gözləyir. Ay Pərviz. İcazə verirsiniz Zeynal əmi. Sən İnci ilə bir yerdəsənsə, problem yoxdur. Heç gör Pərviz özü üçün məndən icazə alır. Papa, kişi də atasından icazə alar. İcazanın qadını kişisi olmur. Mənim atam sağ olsaydı, mən yenə də ondan icazə alardım. Allah rəhmət eləsin. Deyirəm İnci, söhbət indiki cavanlar koranıba gəlib çıxmamış, biz çıxaq aradan. Yaxşı, biz getdik, sağ olun. Oradan birbaşa eve geçeceğim. Bu yaxşılığımı Murad müəllimə çatdırarsan, qoy imtihanda məni problemsiz keçirsin. Nə danışırsınız siz? Nə elçilik? Banu, bax Tural səni doğurdu. Tural məni doğrudan mərcdə uduzub. Qızım, mən onu demirəm. Siz onu deyin də, niyə demirsiniz? Xanım müəllimə, bu qədər olanlardan sonra mənə gəlib elçilik haqqında danışırsınız. Əgər səhvinizi bundan yumağı düşünürsünüzsə, səhv edirsiniz. Bu elə bir ləkət ki, buna heç nə yumaq olmaz. Banu, sən özün görürdün ki, Tural nə vəziyyətdə idi.
Səncə normal insan bunları eləyərdi? Hı? Tural pis vəziyyətdə idi. Ölmək istəyirdi, həyatı korlamışdı. Qoy ölərdi. Mənim həyatıma niyə korlamaq istədi? Bəlkə indi dediyim söz köbo çıxacaq. Amma çıxın gedin evimdən. Məni qovursan. Necə istəyirsiniz, elə də başa düşün. Qızım, mən səni başa düşürəm. Sən indi əsəbisən. Nə dediyini bilmirsən. Biraz vaxt keçsin, əsəbin sakitləşsin. Özün də görəcəksən ki, Tural səni doğrudan istəyir. Hamının səhvi olur qızım. Bu da onun sonuncu səhvidir. Mənim irsim soyuyandan sonra da mən belə fikirləşəcəm. İndi zəhmət olmasa, çıxın, gedin evimdən. Yəni, yenə qovursan da mənə, hə? Siz nə qədər Tural'la mənə görə bu qapıya gələcəksiniz, sizi yenə qovacam. Xahiş edirəm, bir də Tural'la mənə görə bu qapını açmayın. Buyurun. Hardan çıxartdın bu sualı? Cibimdən. Qorxma, mən rahat hər şeyi danışa bilərsən. Bunu sənə İnci deyib? Yox, İnci mənə heç nə deməyib. Axır vaxtlar özünü qəribə aparırdı. Mən də şübhələndim, sonra da sumkasından məktubu tapdım. İnci heç özü o məktubu oxumayıb. Ona görə də mənə yalan danışma. Susursansa deməli düz deyirəm, hə? Hə. Düz deyirsən. İnci də səni sevir, hə? Kaş. Qarşılıqsızdır sevgi. Hə. Amma Zeynal müəllimin bilməyini istəmirəm. Mənim fikrim ciddidir. Amma İnci mənə yox deyir. Yox, barədə narahat olma. Söhbət elə burada da qalacaq. Sadəcə bacıma görə narahat idim. Amma görsən necə düz tapmış, ha? Səncə İnci mənə nə vaxtsa Valla nə deyim? Sözün düzü İnci biraz qəribə qızdır. Yəni nə vaxt nə etmək istədiyini başa düşmək olmur. Ona görə də sən heç nə deyə bilmərəm. Yaxşı. Mən gedim. Gedirsiniz xanım. Çatdınız xəbər edin. Sənə görə kişəcik zibilə də, özümü ölüm. Hamımızı qovacaqlar. Sənə görə Zeynal əmi bizi biabır eləyəcək. heç kim mənə görə heç nə eləmir. Yaxşı zarfat eləm. Sən görə ölümə də gəlirəm, sənə görə. Röyan söz olmaz. İstərsən qəlbimdən silib acıları, İstərsən bəxş edim sənə dünyaları, İstərsən mən də unutum varlığımı sənə görə.
başını itibi ya. Bu da belə yazıldı. Şaşkın gətir şaşkın. Götür dala şaşkını. Bağışda gecikdim. Ülvigilə harası aparırdın yenə? Bu ne danışıqdı? Mənə fikir vermə. Əsəblərim yerində deyil. Bir de benimle böyle danışma. Nə qədər istəsən səni gözləyərəm. Oturaq orada. Gəl. Neçə gündür Turalın mərd söhbəti beynimi yeyir. Bir dənə bilsəydim ki, hansı qızdır. Əgər tələbəmdirsə, adam valideynlərini çağırardı, Tural'la məsələlərini aydınlaşdırardılar. Yox, əgər həm tələbəm, həm də bacımdırsa, Murat, bilsen ne yiyeceksen? nəsə sözlü adam oxşursan. Yok. Bardan çıktı. Gözlərimi. Benim gözlerim ancak sen sevdiğimi deyebilir. Kaş həmişə bu gözlər bu sözləri desən. Yalanlardan uzaq olsun. İnci, sən mənim baxışlarımı uğurlayan birincisən. Və mənim incimsən. Ölmeli köpeğimiz çoktan ölmeliydi. Bu hareketinle geri öleyden gele kimi. Ha koduk. Cemaat arvadını öz namusu bilir. Geyret. Elden Arvadını adına çarpsana ha. Elden vurma. Geyretsiz. Onsuz dolan olur da vurmayın. İkiniz de kurban olasınız bu kıza. Dur ağa. Şerefsiz. Dur. Dədə qələt eləmişəm, bir də belə şey eləmərəm. Ha bunun boyuna bak ey. Menden yekə dey.
Bitir! Hava xanım, eğer sen bir de o qıza elə baxasan, iki gözünü bir də işdən çıxardaram. Qandırma az! İndi ikiniz də Gülşəndən üzr istəyin. Bağışlayar. Bağışlamaz da bilmirəm. Yalvarın, yaxarın, ayağına düşün. Elə eləyin ki, sizi bağışlasın. Lazım deyil. Gülşən, üzr istəyirəm. Adam kim üzr istə? Gülşən, qələt eləmişəm, başımı daşa döymüşəm. Qızım, indi sən böyle elə, bağışla bizi. Allah bağışlasın. Sizi də, anamın atamı da. Get telefonunu bura get. Sana telefonu ver. Tezələ, telefonu ver. Dədə, telefonlarımızı niyə alırsan, Telefonlarınız büyündən Gülşəndə qalar. Boy başıma xeyr. İndi bu dəqiqə sənin başına elə xeyir gətirirəm ki, səsini xırp kəsərsən. Az, sən də sus da! Kəsə! Kimə zəng eləmək istəsəz, hara getmək istəsəz, Gülşəndən icazə alarsınız. Eşitdiniz məni? Atam düz deyir. Çox sağ olun Eldir əmi. Sən sağ ol qızım. Sağ ol ki, bu məsələni çox böyütmədin. Dədə. Nədir yenə? Sabah Gülşən ad günüdür. Doğrudan? Qızım, təbrik edirəm. Sabah ürəyin istəyən sənə ad günü keçirdərik. Qrup yoldaşlarında kimi istəsən çağırarsan, yaxşı? Atam düz deyir. Satqın köpək oğlu. Gör nə tez yıxıldı ya arvad tərəfə. Əziyyət çəkməyin. Dərsdə görəcəklər də mən onsuz da, sabah. Yox. Sabah dərs söhbəti eləmə də. Ad günündür, istirahət elə, dincəl. Biz də qaynananla gedək bazarlığa. Dur arvad, dur hazırlaş. Gedək bazarlığa. Səhərə kimi yemək pişirəsən, Mən də hazırlaşım. Banu, başın ağrıyor. Biraz. Başın ağrıdan var. Kim deyibsə yalan deyib. Mən demədim ki, kimsə deyib. Amma elə bil ki, sənin mənə demək istədiyin var. İnci, nə eşitmək istəyirsən məndən? Sən də danışsan onu. Mən bilməm sən məndən nə eşitmək istəyirsən, amma... Selamünaleyküm. Yaxşı. Təki sən dayan olsun.
Oturmaq olar. Alar. Ha, kişi oldu ha. Dostluq atdalı. Yox Ülvi. Məncə atma. Hələ qələt edeyim, nə var? Sən mənə qulaq as. Mən sənin solunda dayanmışam, o da sağında. Solundan sən ziyan gəlməz, özümü ölüm. Amma sağ var ha. Gəldiyi kimi girəcək pavorada. Düşəcək radar-azada, özümü ölüm. Prava zat, qırğın olacaq. Mən inandırıcılıq. Yox, ata bilmərəm. Onu sən bir dənə söz deyim. Mən gedirəm başqasının solunda oturmağa. Kötü papiri. Mən sənə hörmət edirəm, ala buna bax, sən öyle. Alışdım. Ağzıma gələni danışma, ala. Bala kişi, o düzdür ki, ürək solda olur. Baxır adama. Sən də soldadır. Aslında niyə deyirlər ki, o solu bırax, sağından keç, yol özü səni aparacaq. Nusret, sən xəstəsən? Yox, biraz boğazım ağrı yüngü var. Allah ki, mənim olsun. Kəsci, sənin canında bir səndən nə var? Salam uşaqlar. Qız qayıtməlmə, necəsiz? Evdə eşikdə nə var, nə yox? Evdən gəlmirəm. Qız qayıtmən, bala şişə elə bir şey sizəm şey evdə qalırsınız. Öldü gülməkdən. Qırdım mən sizi Hə, gülməkdən. qırdı. Dur gəl, lövhəyə. Əyə eləmə də, sən can eləmə. Dur dedim sənə, bugün dərsi sən danışacaqsan. Okey. Deməli, mən jurnalı yazıb qutarana kimi, sən də orada mövzunu yaz. Anne burada qarşılığı, siz orada yazın, mən burada qarşılığı. Aytan, o gedə-genə Gülşəni narahat eləmir. Bilmirəm ki. İmkan vermədim də bir-iki dənə də ilişdirim. Bəs də. Uşaqlar, Gülşənin ad gününə gedir. Bizə yalan deyir. İfritəyə bax, indi gözün bomba çıxartmaq istəyirdi. Vuraram başını. Davay, biz də gedəyik də. Evin tanımırıq axı. Ha, Aydan özü bizə aparacaq. Ha, Aydan. Nə oldu Nüsrət?
Hələ də lövhədə qalmısan? Mən deyəsiz lövhə çıxmaz. Harda qalmışam, neyinimiz? Deyirəm müəllimə, taleyiniz də eynidir. Siz evdə qalmısınız o lövhədə. Sən dayan, mən səni lövhə üzünə həsrət qoyacağam. Otur. Yürü. Ne oldu? Ne oldu? Həsrət. Şeker mi? Aşağı kömək eləyin. Qaçın Rüstəmin yanına bir şirin çay alıb gətirmiş adam. Qız qayıt müəllimə, mumundar adamdır, pis adama heç də olmur. Asqar, sən də axtarım ha. Çıqıt, Narahat olmayın müəllimə, hər şey yaxşıdır. Narahat olmayın. O küçük sıpay mənim, hər şey normal. Görürsən adını nə qoyum ki, görən kim tanısın. Super. Ay Allah, necə ağıllıyam mən. Qızım, neynirsən? Heç ata, müəllim axtarım hazırlıq üçün. Afərin qızım. Mənim ağıllı qızım, düz eləyirsən. Gələn il mütləq qəbul olacaqsan. Sən də inci kimi hər gün dərsə gedəcəksən. Görəcək indi, inci qismində. Cavab verənə qədər bezdirəcəm səni. Xahiş eləm, ad boy vermə. Bir dəqiqə qulaq as mənə, xahiş eləm sənin artıq dəyəcədə. Axırıncı dəfə sözümü deyim, sonra bir də sən zəng elib narahat eləməyəcəm. Söz ver, xahiş eləm, ad boy vermə, nə olar. Görüşmək istəyirəm bugün səndən. Yalvarırım. Bugün Dədə Qorqud Parkında, axşam saat 8-də. Yaxşı. Gələnə qədər gözləyəcəm. 8-də Dədə Qorqud Parkında. Aha. İşte de yavaş yavaş gelir de. Sizde ne var ne yok? Gülşen necədir? Yaxşı, yaxşı, yaxşı. 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 Oldu. Eldar idi. Deyir, Gülşənin ad günə gəlin. Eldar deməsəydi güya getməyəcəkdik. Bircə qızımız var. Başa düşmədim. Kim deyir ki, gedəcəyik? O nə deməkdir, Fəruq? Bax, biz gedəcəyik ora. Bizi görüb yenə darıxacaq. Bir şey olmamış kimi üstümüzə qaçacaq. Amma mən deyirəm ki, nə qədər ki o evi öyrəşməyək, biz onun gözünə görsənməyək. Qızımız kimsəsiz zatdır bəyəm. Onun pis günündə də yanında olmadı. Heç olmasa yaxşı günündə yanında olaq. Yaxşıdır. Zırıldama da.
Qurban olum Fərux, nə olar gedək. Bax, Eldar özü dili ilə çağırdı. Getməsək, qızı orada incidəcəklər. Hədiyyəsini də almışam. Yaxşı, gedərik. Gedərik. O nədir? Kitab. Kitab? İşin gücün qutarır sən. Yaxşı, ged hazırlaş. Yoldan nəsə sambalı bir şey alalım. Kitab. Profesör olub mənim üçün. Sən nə əcəb ev paltarında deyilsən? Heç, halım olmadı, ona görə dəyişmədim. Sən deyəsən harası tələsirsən, sadə tez-tez baxırsan. Uşaqlarla görüşəcəm. Hə, yaxşı edirsən. Dostlarla görüşmək yaxşıdır. Dostluq nə də çox yaxşı şeydir. Dostluq qırılmaz zəncir. Nə danışıram mən? Bu kitablardan hansını oxumusan? İkisində. İkisində. Bunu oxuyaram onda mən. Bu maraqlı adı var. Nəsə? Qapını bağlayarsan. Gec gələrsən. Gələrsən, gec. Yəqin ki, nədir ki? Heç, qapını açarla bağlamağa görə deyirdim. Yox, narahat olma, özüm bağlayam. Yaxşı. Oy, axır ki. Axşam saat 8-də Dədə Qorqud parkında gözləyəcəm. Sağ ol. Hə, Gülşən. Gəlirəm. Qulaq asın. Qrupdakılar da gəlmək istəyirdi. Amma da güclə söhbəti fırlatdım. Tək gəlirəm. Yox, narahat olma. Qoy avtobus gəlsin, minirəm. Yaxşı, davay. Görüşərik. Allah bu cürlütə bax, sən bizi vurmaq istəyir. Film sıxıldı, nə vaxt gedirik? Sən biraz da səsini qaldırsan, biz daha getməyəcəyik. Azından qarnımız anıq çalır, sən elə biləm dərsə geçkirik. Yo, arada deyirsən. Sağ ol Mahir. Niyə? Sən də qrupa qoşulursan. Deyirəm balaş, yaxşı da qavqazavı gətirim sana, yeməkləri yıqarıq ora. O deyir. Üzü giclədi. Ha, giclədim. Günə bir dənə şutq elə, amma babatı. Sən şey elə də, sən ged evə, çatdın orada mənə zəng eləyərsən, yaxşı. Dedi.
Bu da İnci xanımın yeni profili. Bir tane qaldı oyunumuza start vermək. Oyun başlasın. Bu kimdi? İnci mənə dostluq atıb. İnci nəsə olub? Ad gününə getmədin sən? Yarı yoldan qaydınsan? Getmədim. Nə oldu? Bu dəqiqə halda deyiləm. Kimsə xətibə deyib? Pərviz. Mən dünən sənin telefonunda bilmədən bir şey eşitdim. Başa düşmədim. Turalın Banunu, Məcdə uduzluğunu yaxşı başa düşürsən amma. İncimə Pərviz. Mən bunu daha gizlədə bilmərəm. Murad müəllimə hər şey deyəcəm. Qoy bu məsələ böyüsün. İnci, nə istəyirsən, and olsun ki, sən bu məsələni müəllimə desən, mən də sənlə Murad müəllimin sevgili olduğunu atama deyəcəm. Oy ay Allah. Yaman yoruldum. Oh, öldüm. Yaxşı da, az deyin də. Hər şey qurban olsun gəlinimin tellərinə. Atam düz deyir. Fərrux Gildə gəldi. Kızım, qadınam hara geçsən? Git qapını aç da ya. Təbrik edirəm. Can. Selam.
Gözle. Gələnə qədər gözləyəcəm səni. Gələnə qədər gözləyəcəm. Bu gecə bu məsələ həll olunmalıdır.